Bir neçə gün əvvəl Şanxay şəhərində yeni avtomobillərin sərgisi keçirildi. İrəliləyən günlərdə bu sərgidə diqqətimizi çəkən bütün yenilikləri sizə təqdim edəcəyik. İlk yenilik isə hər kəsin səbirsizliklə gözlədiyi Zikr 9X. Bu video mənim dostum Anara həsr olunur. Çünki o artıq bu maşın üçün avans ödəyib. Doğrudan da avtomobil nəhəngdir. Salonda ulduzlu tavan adam baxdıqca zövq alır. Disklər mükəmməldir. Kallanın disklərinə bənzəyir və hər bir detal öz yerindədir. Ümumi görüntü isə sadəcə möhtəşəmdir. Ölçülərinə baxanda məncə Range Rover'dən ən azı 10-15 cm daha uzundur. Həqiqətən çox uzun maşındır. Ön hissəsi deyir ki, mən güclü və xarakterliyəm. Heç kimi təqlid etməyiblər və heç kimdən dizaynı uğurlamayıblar. Açığı, maşın çox cazibədar görünür və mən tam əminəm ki, bu model Azərbaycanda çox yaxşı satılacaq. Qiymətinə də gəlincə, bəli, ucuz deyil, amma bu tamamilə başqa səviyyədir.